Azərbaycanda İsrailə bağlı medialar iddia edirlər ki, Yəhudilər Azərbaycanda 5000 ildir ki yaşayırlar. Azərbaycanın bu dəqiqə 5 milyon əhali yaşayan Bakı şəhərində 200 il əvvəl 7000 insan var idi. Əhalinin az olduğu keçmiş dövrlərdə Azərbaycanda 3-5 Cuhud ailəsi yaşamış ola bilər. Vəssalam. Hal-hazırda isə onlar Azərbaycandakı 5000 illiklərini qeyd edirlər. Heç Fələstin barəsində 5000 il iddiası etmirlər. Amma bizim ölkə üçün edirlər. Çünki bilirlər ki, bir əsrdə 12 dəfə bayrağı, 4 dəfə əlifbası dəyişən xalqa nə yalan desən inanacaqlar. Təhsil sistemini məhv edənlər elə bu günləri hədəfləyirdilər. Sonda isə Azərbaycan tarixindəki ən güclü akademikin bu sözünü sizlərlə bölüşürəm. Düşünün, Cuhudlar Azərbaycana neft yiyinə gəlmişdilər. Və bura çox Cuhud gəldi bura. Xüsusən neftin burada gür vaxtında çox burada böyük Cuhudlar da, mesela Vişinski, Landau, Vannikov, bunlar hamısı sonradan məşhur.